Xoş gördük. Mən doktor Rəşad Sultan. Bu da mənim YouTube kanalım. Kanalıma xoş gəlmisiniz. Abunə olsanız dediklərimi, suallarınızın cavabını özünüz eşidə bilərsiniz. Suallar sizdəndir. Özü də çox da qəşəng. Bizim ağlımıza gəlməyib də sizin ağlınıza gələn suallardır. Məsələn, doğuma nəzarətdən soruşursunuz. Nə yaxşı ki, artıq bizim insanlarımız hamilə qalıb abort dərəcəsinə gətirib çatdırmır. Hamilə qalmamışdan soruşur ki, mən necə eləyim ki, hamilə qalmayım? Arzu olunmaz hamiləlikdən necə qorunum və bu üsulların ən təhlükəsizi hansıdır? Təhlükəsizlik deyəndə nədir? Travma ehtimalı, ağırlaşma ehtimalı az olsun, müdaxilə az olsun, faydası çox olsun. Bir də insanlarda belə bir fikir var. Görəsən sonradan bu üsulu istifadəsini dayandırsam sonsuzluq baş verərmi, yoxsa rahatlıqla hamilə qala bilərəmmi? Bunları soruşursunuz. Əslində 3 tibbi metod var, ən yayılmış. Biri mexaniki vasitələrdir, prezervativlər, yəni rezin kondomlar. Digəri uşaqlıq daxili vasitələrdir, xalq arasında deyildiyi kimi spiral. Üçüncüsü də tabletkalardır. Tabletka içməkdən bizim insanlarımız qorxurlar. Halbuki ən faydalısı odur. Yan etkisi olsa da azdır, bilinəndir. Bir sürü tibbi başqa faydaları var. Aybaşları nizama salır, qanaxmaları azaldır və bununla qan azlığını aradan qaldırır, kista əmələ gəlməsini və kista ağırlaşmalarını aradan qaldırır və güvənilirliyi çox yüksəkdir. Dərman içmək istəmirsiniz, spiral taxılsın. Azərbaycanda ən populyar metod budur. Spiral da əslində təhlükəsiz metoddur. Taxılanda bəlkə milyonda bir ağırlaşma olar ya olmaz. Taxılması çox elə ağırlı deyil. Bir dəfə taxanda yadınıza düşür, bir də çıxaranda 5 il, 7 il qala bilir. Ona görə də spiral çox məsləhət bildiyimiz metoddur. Bəzən loru dildə desək düşmür, qanaxma olur spiraldan sonra. Hətta onu da biraz səbirlə idarə etsək, o ilk 4-5 ayı, sonradan qanaxmalar yavaş-yavaş normallaşa bilir. Amma bu mexaniki vasitələr biz həkimlərin ən sevdiyimiz vasitələrdir. İnsanlar sevmirlər, istifadə etmirlər. Biz niyə xoşlayırıq? Çünki o təkcə hamiləlikdən yox, cinsi yolla keçən xəstəliklərdən də qoruyur. Budur metodlar. Metodlar pasiyentə görə, qadına görə fərdi seçilir. Həmin qadının var olan xəstəliklərinə, şikayətlərinə, onun öz tərcihlərinə görə. Ona görə də biz danışırıq, təşviq edirik, istifadə edin deyirik, hamilə qalmayın deyirik, əgər planlaşdırmamısınızsa. Amma yenə də üsul belə bu şəkildə yox, sual-cavabla yox, xəstə həkim müayinəsi ilə seçilməlidir, birlikdə söhbət edilərək müayinə edildikdən sonra seçilməli və təyin edilməli və tətbiq edilməlidir. Bu suala görə xüsusi təşəkkür edirəm. Arzu olunmaz hamiləliklərdən qorunmağı şiddətlə tövsiyə edirik bütün gənc qızlara və qadınlara, ailəsini tamamlamış qadınlara. Suallarınızı da göndərdiyinizə görə ayrı bir çox sağ olun. Hələlik kanalımıza abunə olmağı unutmayın. Sağ olun.